Bu dəfə sizlərlə bu gözəlliyi milli mətbəximizdən olan qatlama reseptini paylaşıram. Xəmir üçün un, duz, şəkər tozu, maya, yumurta, süd və yağ əlavə edib xəmir yoğururuq. Xəmirin acıması üçün üzərini bağlayıb 1 saatlıq isti bir yerə yerləşdiririk. Acıyan xəmirin havasını çıxarıb 6 bərabər kündəyə ayırırıq. Xəmiri rahat açmaq üçün üzərini bağlayıb 20 dəqiqə gözləyirik. 20 dəqiqənin ardından dəzgahın üzərinə un səpib yayırıq. Bütün yuxaları yaydıqdan sonra dəzgahın üzərinə duru yağ çəkib yuxaları əlimizlə dartıb nazirdə düzbucaqlı forma veririk. Üzərini isə kərə yağı ilə yağlayırıq. Digər yuxaları da eyni qayda ilə yağlayırıq. Ən son qatını da yağladıqdan sonra 6 sm enində lentlər kəsirik. Qatlamalar çox böyük olmasın deyə 2 hissəyə ayırırıq. Əlimizlə videoda göstərdiyim qaydada forma veririk. Yenidən üzərini bağlayıb 20 dəqiqə gözləyirik. Təbii ki, bu cür şirniyyatı ən dadlı, təbii, orqanik intizar yağlarında qızartmalı idim. Qızardarkən çalışın və modda qızardırsınız ki, qatları tam pişsin. Qızaran qatlamaların üzərinə şəkər tozu əlavə edib nuş edirik.